Salam, xoş gördük hər birinizi. Bütöv Azərbaycan televiziyasında mən Dürdanə Abbas qızı və həmkarım. Mən Fərid Kərimov, hər birinizi salamlayıram. Yenidən gözəl qonaqlarımızla, gözəl mövzumuzla yenidən sizin qarşınızdayıq. Bugün biz mövzumuz sənətdən danışırıq, incə sənət və tamaşaçılarımızı gözlətmədən qonaqlarımızı istəyirəm Dürdanə Təqdim eləyək. Bəli, biz bugün incə sənətdən danışırıq. Bizim birinci qonağımız, qeyd edeyim ki, Rusiya Federasiyasının Kalmykiya Respublikasının əməkdar artisti və Azərbaycanın əməkdar artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov bizimlədir. Xoş gəlmisiniz. Çox sağ olun, siz də xoş gəlmisiniz. Yəni çox təşəkkür edirəm ki, məni öz verilişinizə dəvət eləmisiniz. Çox sağ olun, biz təşəkkür edirik. İkinci qonağımızı istəyirəm təqdim edeyim. Gözəl müğənnimiz Fidan Rəhimova, xoş gəlmisiniz. Sağ ol Fərid, verilişiniz uğurlu olsun. Mən də bura dəvət etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Yəqin ki, axarı çox olacaq. Bəli, bəli, çox təşəkkürlər. Qeyd eləyək ki, bizim üçüncü bir qonağımız var. Mən deyərdim bəstəkar, müğənni, çox gözəl ifaları olan bir insan Tural Sədalı bizimlədir. Siz də xoş gəlmisiniz. Çox sağ olun, Allah köməyiniz olsun. Var olun. Qısa və lakanik və sonuncu qonağımızı istəyirəm sizə təqdim edeyim. Azərbaycan səsinin qalibi Aydan İlxaszadə, xoş gəlmisiniz. Çox sağ olun, xoş gördük. Mən də təşəkkürlərimi bildirirəm və efirə dəvət etdiyiniz üçün hər kəsi salamlayıram. Biz təşəkkür edirik. Əbəs yerə biz incə sənətdən danışmırıq. Elə incə sənətdən danışmışkən Aydandan gözəl bir ifa eşidək. Əhvalımız xoş olsun, mövzuya davam edəcək. Heydər baba, Atatürk, al şəfəqəm, Batatürk, Qarabağ yağmur içində, harayda, ayımız günümüz bir, dilimiz dinimiz bir, İstiklal Savaşı'nda canımız kanımız bir. Oğuz mənim, Türk mənim, Özbək, Qazaq, Türkmənəm, Azərbaycan, Türkiyə, tarixlərdəyiz mənəm. Can, can, qardaşan, qardaşa qurban bu can. Can, can, qardaşan, qardaşa qurban bu can. Türk soylu Türk ellər, həm bir ürək, həm bir can. Türk soylu Türk ellər, həm bir yumruq, həm bir can. Can, can, qardaşan, qardaşa canım qurban. Can, can, qardaşan, qardaşa canım qurban. Yaylığı oynat bana, yalını günlet bana, karvanlar yola düşer, Bakıdan Qarabağa,
Təşəkkür Çox sağ olun. edirik. Doğrudan da gözəl ifa və gözəl istedaddır. Doğrudan da çox gözəl. Eşq olsun deyirik ki, Azərbaycanın belə gözəl istedadları var. Ümumiyyətlə bizim bugünkü mövzumuz elə incəsənət və istedadlı. İlham müəllim, sizlə başlayaq. Sizə bir sualla müraciət edeyim ki, bilirik ki, ümumiyyətlə siz çox gözəl aktyorsunuz. Azərbaycanın əməkdar artistisiniz. Ümumiyyətlə sənətlə bağlı nə deyə bilərsiniz? Bu günləri ümumiyyətlə tamaşaçılar teatrında böyük bir səhnələriniz olur, tamaşalarınız olur. Bu haqda tamaşaçılar. Çox vaxt deyirlər ki, yəni Azərbaycan teatrında yəni tamaşaçı qıtlığı var, amma elə bir şey yoxdur. Yəni daim bizim tamaşaçımız var və teatr daim fəaliyyətdədir və il ərzində biz 9 tamaşa təhvil veririk. Onun 4-ü olur uşaq tamaşaları, 5-i olur böyük tamaşalar. Yəni tezəlikcə biz bu günlərdə 20 yanvar faciəsinin 30 illiyi ilə bağlı bir tamaşa verdik. Anarın Şəhərin qış gecələri tamaşası. Yəni tamaşalarımız var və teatr sənətini çox sevirəm. Bax, siz məsəl üçün dediniz, Respublikanın əməkdar artisti. Mən belə deyək də, yəni xalq üçün, kütlə üçün bir o qədər də tanımıram. Yəni mən teatr aktyoruyam. İki cür aktyorlar var. Bir var televiziyada daim olanlar, bir də var ki teatrda. Həm də mənim aktyorluqdan savayı Teatrın Həmkarlar Komitəsinin sədriyəm deyə bir balaca yəni bu verilişlərə az dəvət alıram. Amma dəvət olunsam mütləq gedərəm. Sadəcə hələlik ki mənim o dəvət olunma, yəni televiziyaya çıxmaq şansım biraz qapalıdır və bağlıdır. Ne üçünsə yəni bu tərəfdən bəxtim gətirmir. Ona görə də siz mənə dəvət edəndə mən çox sevindim və böyük ürəklə gəldim. Yəni hara dəvət edirlərsə mütləq gedim. Çox sağ olun, çox gözəl. Mən qeyd edeyim ki, İlham müəllim, ola bilər ki, sizin tamaşalarınız daha çox olur. İnsanlar düşünürlər ki, yəni tamaşadan vaxt zaman ayıra bilmirsiniz, amma İlham müəllim qeyd elədi ki, buradan efirlərimizə zaman ayırmağa hər zaman hazırdır. Fərid, buyur. Fidana sual vermək istəyərdim. Fidan, bilirəm ki, yeni mahnılar, kliplər yaxın gələcəkdə var. O haqda zəhmət olmasa məlumat verərdim. Yaxın gələcək deyəndə ki, yəqin ki, bu həftə ərzində bir rolik, bir klip, klip ayrıdır, rolik ayrıdır. İnşallah ərsəyə gələcək. Dəlnəşə bir 10 günədən Tural Sədalının bir gözəl mahnısı var, həqiqətən. Fikirləşirik, bəlkə də duet oxuduq, bunu açıqlamamışdım, açıqladım. İnşallah yeni bir mahnı da Tural Sədalıdan gələcək. Məncə deməyim, hər biri ardıcıl gəlsə daha yaxşı olar. Elə bu yerdə bəlkə elə Tural Sədaldan gözəl bir ifa eşidək, mövzuya davam edək. O da olar, niyə də yox. Ürəyim oldu dilim dilim, demək yerini qaçım gəlim. Darıxmışam mən sənsiz, darıxmışam o ürəyim. Ürəyim oldu dilim dilim, demək yerini qaçım gəlim. Darıxmışam mən sənsiz, darıxmışam o ürəyim.
Teşekkür edirik. Teşekkürler. Gözəl ifa edib. Təşəkkür edirik gözəl ifaya görə. Tural, sənə bir sual verim ki, bilirik ki, siz bu duet ortağınız var idi sizin. Gözəl ifalarınız da olurdu. Ümumiyyətlə sənətdə necədir? Niyə ayrılmısınız? Və yaxud da ki, duet oxuyan insanlar, indi sualları Fidana da ünvanlayıram. Fidan da çünki duet oxuyur, duet ortağı var. Bugün görürük duet oxuyurlar və yaxud da müəyyən qədər tutur da mahnılar. Amma sabahsı gün hər hansı şəxsi məsələlər üzündən, hər hansı bir səbəbdən ayrılırsınız. Sizdə səbəb nə oldu? Mənim bir dənə duet ortağım olmayıb. Yəni bir 5-6 dənə olub. Bilmirəm indi hansını deyirsiniz. Yəni onların da Hamısından adı niyə ayrılmısınız? Səbəb o xanımlardadır, yoxsa səbəb kimdədir? səbəb odur ki, bu əlinin duzu var, insanın əlinin duzu. Bəli, o yoxdur. Məndə yoxdur da o, nə edeyim? Siz hansı ki o xanımlarla duet oxumaq təklifi yəqin onlardan alırsınız və yaxud siz deyirsiniz də ifadə Yox, mən demirəm. Onlar sizə deyirlər ki, bir yerdə duet oxuyaq. Onlar ümumiyyətlə məşhur olur, çıxır, gedir, oxuyur, yoxsa necə olur? Əslində- Çünki çoxsu artıq tək fəaliyyət göstərir və müəyyən qədər də tanınırlar. Əslində məşhuru mənəm. Aha. Onlar müraciət edir, mən də baxıram, oxuyuram da. Əslində mənim bir xasiyyətim var da, bu Qurani-Kərimdə də yazılıb. Deyir, bir Bəli. insan qəlbini sındırmaq Kəbevini sındırmaqdan Bəli, üstündür. günahdır. Ona görə qəlb sındırmağa İndi hər dəymir. qəlbi də baxır necədir? Yəni hər sizə gəlib duet oxumaq istəyir. Siz əgər onu öncədən tanıyasınız, daha yəni siz sadəcə araşdırmırsınız. Kim sizə müraciət edir, duet oxuyursunuz. Səsi oldu, olmadı. Yox, oldu olmadı yox. Baxır da Hə, seçirsiniz. Yəqin seçimləriniz doğru olmur. düzdür. Necə Seçim- etmək lazımdır? Belə yazar, istedadlı bir insansınız. Ən azından istedadlı insanların 6-cı hissləri daha güclü olur. İnsanları tanıma bacarığı daha çox olur. Nə əcəb siz insanları öncədən tanıya bilmirsiniz? Mənim 5 dənə hissim var, 6-cı hiss məndə yoxdur. Sizdə yoxdur. Çox maraqlıdır. Ay, alqışlar. Bir sual verim. Ümumiyyətlə bilirəm ki, sənətdə yenisiniz. Sənətə yeni gəlsəniz də müəyyən qədər kütləniz var. Sizi izləyən tamaşaçılar var, sevirlər sizi. Ümumiyyətlə toylara filan dəvət alırsınız. Bilirəm ki, xeyriyyə tədbirlərində təmənnasız iştirak edirsiniz. Ümumiyyətlə sənətlə necə oldu gəldiniz? Necə oldu sizdə maraq yarandı? Təzədir, yeni deyəndə ki, elə müğənnilərimiz var ki, neçə illər oxuyub, amma ki, heç də tanınmayıb. Düzdür? Bunu ən tanınmış müğənnilərə də bəzilərinə aid. Mən 10 il bundan qabaq mahnım da olub, oxumuşam da. Sadəcə olaraq mən ailə həyatı qurduğuma görə bu YouTube kanalından da, o vaxt heç belə YouTube kanalı belə də bir deyim, Aktiv deyildi. aktiv deyildi də. Pozulub da. İndi də mən əslində Bakı Dövlət tələbəsiyəm. Sizin həmkarınızam. Çox gözəl Jurnalistikanı jurnalist. bitirmişəm, fəxr eləyirəm. Hobbi olaraq oxuyuram, amma üzərimdə işləyirəm ki, hobbi olmasın. Çünki çox həvəsim var, çünki uşaq vaxtından olub həvəsim. Qaldı ki, bir məqama toxunacağam. Bayaq dediniz ki, Turavaki, insanları niyə belə tanıya bilmirsiniz? Bax, bu mənim özümə də aiddir. İnsanları heç cür tanımaq olmur. Çünki insanlar qarpız kimidir. Qarpızı necə bölürsənsə, insanları illərlə tanımaq olmur. Amma qaldı ki, bir dənə də söz deyəcəm, baxmayaraq. Tərəf müqabilimdir, dostumdur, yaxınımdır. Xətri əzizdir mənə Tural. Bayaq bir söz işlətdi, dedi ki, mən əslində özüm tanınıram. Yox, hər insan özünə görə tanınır. Mənim üçün ümumiyyətlə heç kim tanınmış brend deyil. Lap belə öndə olanlar da. Mənim üçün ulduz göydə Allah, yerdə mənim aləm və hər kəs özünə görə tanınır. Sadəcə olaraq Turalın ürəyi çox səmimi, həqiqətən çox saf insandır. Bunu mən deyirəm, az müddətə tanısam da. Sadəcə olaraq onun düzülə mənim ətrafımda var. Mən də duet oxumuşdum, amma bəzi məsələlərə görə yola gəlmədik. Ona görə də mən mahnını tək ifa eləməyəm. Üstünlük verdin. Çox Bəli, gözəl. O üstünlük qarpız məsələsində qeyd elədin. Amma mən deyim bugünkü gündə hər hansı bir marketdə hardasa biz gedib onu alanda öncə kəsib dadına baxırlar. Siz də çalışın ki, insanları öncə biraz tanıyın, sonra duet oxuyun. Mən məsləhət görərəm. Tanımaq olmur. Mən də Bəli, sualım Aydanadır. Aydan, bilirik ki, çox gəncsən, gənc olmağa baxmayaraq çox nailiyyətlər əldə eləmisən. Ümumiyyətlə neçə yaşdan başlamısan oxumağa, gitar ifa eləməyə və necə oldu Səs Azərbaycana qatıldın ümumiyyətlə? Azərbaycan səsi. Düz dedin. Mən sənəti deməyim, musiqiyə həvəsim bir 5 yaşından olub. 5 yaşında musiqi məktəbinə təsadüfən getdim ora, orada bir xala ilə tanış olmuşdum. Həyətdə həmişə balaca it gəzdirirdim. Xala saldı məni içəri ki, gəl bax qızım, bu pianinodur, bu qarmondur, bir alətlərlə tanış elədi. Əvvəlcə pianinoya həvəsim oldu.
Mən də uşaqlıqda çox kaprizli idim. Müəllimə mən barmağımı incidirdi klavişlərə basanda. Mən də istedim ki, yox, kimsə çalacaq, kimsə oxuyacaq, mən çalacağam, onun üçün müşahidə eləyəcəm. İkinci planda olmaq istəmirəm. Bunu 5 yaşındakı düşüncəmdir mən. Sonra getdim xanəndə müəllimi ilə tanış oldum, Qasım Əliyev. Hal-hazırda Xılqanın məktəbində dərs deyir. O ilə tanış oldum. O mənə başladı bir növrə qoymağa, mənimlə məşğul olmağa. Belə-belə xanəndəliyə həvəsim artdı. Oxumağa başladım. Gitaraya isə mən 12 yaşımdan başlamışam məşğul olmağa. Azərbaycan səsinə qatılmağım isə valideynlərimin xəbəri yox idi. Mən həmişə baxırdım, həvəsim var idi. Mən də istəyirəm efirə çıxım, mən də istəyirəm tanınım, hamı məni tanısın, görsünlər ifamı, necə oxuyuram. Mama gedək xəbər vermədən mən onlarla danışdım, bir müəllimin köməyi ilə. Mama gedə də dedim ki, tədbirə çağırırlar ATV kanalından. Belə oldu, getdik orada başa düşdülər ki, mən neynəmişəm. Amma etiraz eləmədilər, sağ olsun babam köməklik elədi. Bundan sonra da belə başladı. Çox gözəl. O görüblər ki, uğurlarım var. Necə ki, indi Aydan danışır. Həmin hadisə mənim özümün də belə oldu ki, mən 2018-də Miss Fashion Azərbaycan yarışmasına qatılanda heç bir ailəmin xəbəri yox idi. Mən tacı aldım. Artıq saat 11-i göstərirdi. 10-11 olurdu. Mən tacı atdım. İdman geyimlərimi geyinib evə gəlmişəm. Düzdür, gül buketlərindən gəldim evə ki, bu nə məsələdir. Artıq evə gələndə mən bildirmişəm ki, mən tacı aldım. 2018 Miss Azərbaycan seçildim. Olur, belə bir uğurlar olur. Ümumiyyətlə valideyn hər zaman valideynlərimiz bizim xoşbəxtliyimizi istəyir. Bizə hər zaman dəstək olur. Amma elə məqamlar, elə anlar olur ki, tam şəkildə insanı anlaya bilmirlər. Müəyyən qədər o ətraf var, cəmiyyət var, insanların fikirlərinə müəyyən qədər bəli yanaşırlar, amma əsas odur ki, nəticə uğurlu olduqdan sonra nə xoş bizə ki, belə. Bu yerdə gözəl bir ifa olacaq. Kimdən olacaq? İlham müəllim bizim üçün gözəl bir ifa edəcək. Mən oxumamışdan əvvəl burada müğənnilərdən üzr istəyirəm. Çünki mən əslində aktyoram. Sizin yanınızda mən üzr istəyirəm, mahnı oxuyacağam. Ona görə bir Özbək mahnısı oxumaq istəyirəm. Bu Özbəkistanda səfərdə olanda, qastrol səfərlərində olanda tamaşalarla gedirik və axırda biz onlara həmişə konsert veririk və mən də hansı ölkəyə gedirəmsə onların dilində mütləq bir mahnı hazırlayıram. Gəlin görək necə alınır.
gözləri uzun mecnunam olsa ürəyim. Belə. Təşəkkürlər, gözəl ifa edir İlham müəllim. Mən deyərdim ki, ümumiyyətlə istedad incəsənət sahəsi elə bir sahədir ki, burada həm aktrisalıq var, həm müğənnilik var, həm istedad var. Yəni hamısı bir yerdə vəhdət təşkil edəndə daha gözəl olur. Mən düşünürəm ki, siz daha da belə mahnılar yazdırıb, belə ifalar etsəz doğrudan da çox uğurlu olar sizin üçün. Mən sualımı Fidan xanıma vermək istəyirəm. Fidan, bilirik ki, yetərin qədər model kimi də çalışmırsan, fəaliyyət göstərmirsən. Amma bildiyimə görə artıq modeli ilə məşğul olmursan. Bunun səbəbini bilmək istəyərdim. Səbəbi heç demirəm bu sualı mənə versinlər. Amma çox olmuşuq da səndən bir yerdə. Sadəcə olaraq onu demək istəyirəm ki, Judayı mənim yaşım ona imkan vermir də. Nə qədər olmasa mənim 28 yaşım var. 28 yaşında model olur. Yox. İndiki modelləri görürük də. Özə mən model yox, onu deyim sənə, top model. Onu yaddan unut. Unut geçsin. İndi Fidan Rəhimova, gənc müğənni kimi həmişə mən yadda saxlayın. Fidan hər zaman gənc qalmaq istəyir. Oradan da gənc gözəl xanımdır. Elə bu yerdə Fidan səndən bir ifa gəlsin. Davam edin. Gözəl ifa edir Fidan.
Qeyd eləyək ki, dəyərli tamaşaçılar, biz bugün Bütöv Azərbaycan televiziyasında incəsənət sahəsindən danışırıq, insanların istedadlarından danışırıq. Bu yerdə bir reklamlar olacaq, reklamlardan sonra görüşək. Dünyanın neymətini düz süfrəyə. Çay yoxdursa, heç nəyin ləzzəti yoxdur. Bu ətri, bu dadı, bu doğma ləzzəti heç nə əvəz edə bilməz. Qatqısız və təbii Astara çay. Bax, bu oldu əsl çay dəstgahı. Astara çay, yerli ad, təbii dad. Though it looks as if it is the end, it is the beginning. Everything is possible here. With one gulp, turn your dreams into reality. Drink to the bottom, go till the end. Bizon, beginning without the end. Bugün Bernal Açın'la İsmail'de əsl kənd oyunda Feri'nin gücünü yoxlayacaq. Salam verək. Hoş geldiniz. Buyurun. Allah'ım barəkət. Ne kadar adam çayımız toya. Yine yakın. Ay gör ne kadar kap yuyulmalıdır. 3000'den çok olur. Sizce bu kapların hamısını bir kutu feyriyle yumak mümkün mü? Bir kutu yok hep esilemez. Gelin yuyak, yoklayak. Köpüye bak kurtarmak bilmiyor. Yağı da nece aparır? Bir kutu feyri bir toyun kaplarını asanlıkla yudur. Hele bir toya da bəs eləyər. Çoxu qalıb hələ. Feyri o kadar serfelidir ki bitmir ki bitmir. PNG keyfiyyət sərfəlidir. Mən sınadım. Azərbaycan sınayır. Sen de sına. Hell, tükenmez enerji. Değerli tamaşaçılar, Bütöv Azərbaycan televiziyasında qeyd eləyək ki, çox maraqlı bir mövzu ilə sizin qarşınıza gəlmişik. Fidan, ay Fidan, veriliş qısas düşür axı. Değerli tamaşaçılar, Bütöv Azərbaycan televiziyasında çox maraqlı bir verilişlə bugün sizin qonağınız olmuşuq. Qeyd edeyim ki, bizim aparıcımız Fərid də çox gözəl səsi var. Özü də ki, Asef Zeynal adına musiqi məktəbində bitirib, oranın tələbəsidir. Və Aydanla gözəl bir sintez eləmək istəyir bir ifa. Gəlsin Aydan, sizdən gözəl bir ifa. Uzaq ellərdə adım var, ünvanım var. Dastanlara sığmayan şöhrətim var, şanım var. Uzaq ellərdə adım var, ünvanım var. Dastanlara sığmayan şöhrətim var, şanım var. Qəhrəmanlar içində neçə qəhrəmanım var ya. Qəhrəmanlar içində neçə qəhrəmanım var. Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam.
Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Bir gözələ vuruldum, dedim ona dəymə, dəymə. Bir gözələ vuruldum, dedim ona dəymə, dəymə. Həsrətindən yoruldum, yandı bağım yara dəymə. Həsrətindən yoruldum, yandı bağım yara dəymə. Ay Fidan, səni məndən ayıranın, dedim ona dəymə, dəymə. Səni məndən ayıranın, dedim ona dəymə, dəymə. Həsrətindən yoruldum, yandı bağım yara dəymə. Həsrətindən yoruldum, yandı bağım yara dəymə. Çox sağ ol. Teşekkür edirik. İlham müəllim, bilirik ki, qastrol səfərlərində tez-tez olursunuz, xarici ölkələrdə səfərlərdə olursunuz. Ümumiyyətlə, bu haqqda tamaşaçılar üçün başınıza gələn maraqlı hadisə və ya bu haqda danışarız. Bal teatrın ilə özəlliyi də ondadır ki, biz yəni dövlətin hesabına neçə ölkələrdə oluruq. Yəni mən bu günə qədər 50 ölkədə olmuşam. Nə gözəl. İngiltərədə də olmuşuq, Amerikada da olmuşuq, Polşada olmuşuq. Yəni xarici ölkələrdən, amma SNG-ni demək olar ki, ikinci dəfə dövr edirik. Yəni hər dəfə qastrollara gedirik, onlar da bizə gəlir. Yəni teatrın ən böyük özəlliyi ondadır ki, yəni biz səfərlərə gedirik, səfərlərdə oluruq, onların tamaşalarına baxırıq. Onlar özləri bizə gəlir. Bax bu günlərdə fevralın 20-si Özbəkistan teatrı bizim qonağımız olacaq. 2 həftədən sonra isə biz Özbəkistana səfər edəcəyik. Yəni qastrol səfərlərində çoxlu hadisələr var. O bilirsiniz hərdən mənə maraqlı gələn gülməli hadisə sizə gülməli gəlməyə bilər. Ona görə istəmirəm onları danışım. Bəzən bax bizim seriallarımızda o komediyalarda hərdən bayaqlıq nədən yaranır? Onlara gülməli gəlir, bizə gülməli gəlmir. Ona görə bax onun yolunu tapmaq lazımdır ki, nə cür nə çatdırasan. Bir də ki, qeyd edeyim ki, ümumiyyətlə tamaşalardan danışırsınız. Bugün Azərbaycanda kino sahəsi bilirik ki, müəyyən qədər inkişaf eləyib, yeni filmlər çəkilir, ümumiyyətlə kino studiyalarda filmlərin təqdimatı olur və yaxud insanlar daha çox maraq göstərirlər. Biz bildiyimizə görə ümumiyyətlə teatra maraq nə dərəcədədir? Yəni bu haqqda bilmək istəyirik. Bəzən deyirlər ki, kütlə daha az gedir, daha az. Yox, teatra maraq çox böyükdür və hər gün bizim tamaşaçımız var. Həftədə 2 dəfə tamaşa oynayırıq, şənbə və bazar günləri. Yəni tək bizim teatrda yox, bütün teatrlarda anışlaq var. Hətta filmlərimizdə də bugün anışlaq var. Bilirsiniz mən nəyi xoşlamıram? Bir də görürsünüz ki, bəzən bizdən böyüklər bu sözü deyirlər ki, indi o filmlər yoxdur və yaxud o tamaşalar yoxdur, o aktyorlar yoxdur. Hər şey var. Sadəcə bəzən elə olur ki, bizim bu böyüklərimiz bizi həzm eləyə bilmirlər və elə bilirlər ki, biz yoxuq. Biz varıq, yəni hər şey var və hər şeydə inkişaf edir. Sadəcə düzdür, ola bilsin ki, o vaxtki filmlər yoxdur. Amma bəlkə də bir 10 ildən sonra, 20-30 ildən sonra bugünkü filmlər daha yaxşı olacaq. Yəni onu deyə bilməliyik. Yəni zövq məsələsinə görə deyirsiniz? Zövq deyil, sadəcə bilirsiniz necədir? Biz hərdən deyirik ki, Rusiyada belədir, Türkiyədə belədir. Bizdə də hər şey var. Sadəcə axı biz 30 ildir, yəni hələ gəncik. Yəni getdikcə inkişaf edəcək. Yəni bəli, büdrəyə gedirik. Bir sual verim sizə İlham müəllim, daha yerinə düşər ki, ümumiyyətlə bugün Azərbaycanda danışırlar, kinodan danışırlar. Bugün büdcə var. Ümumiyyətlə prezident də müəyyən qədər büdcə ayırıbdır ki, o filmlər çəkilir. Texnika çox yüksək səviyyədə inkişaf edib. Demək olar ki, hər bir şey var özü yüksək səviyyədə. Bax, elə sizin o həmin sualınıza görə demək istəyirəm ki, bəzən keçmişdə çəkilən o Qaynana filmi deyək, müəyyən böyük filmlər var idi, yadda qalan filmlər ki, hansı ki, orada müxtəlif o texnika çatışmırdı, müəyyən o çatışmazlıqlar var idi, lakin o aktyorlar necə istedadlı, necə gözəl filmlər olub ki, bugünkü gündə həmin filmlər necə ki, tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir. Yəni, bugün çatışmayan nədir? Çatışmayan bilirsiniz nədir? Yox, çatışmayan odur ki, bugün bizim seriallarımızda, çəkilən filmlərdə, tamaşalarda sırf aktyorlar oynamır. Problem bundadır. Yəni, sırf hansı ki, tamaşalardakı, filmlərdə görürsünüz ki, aktyorlar var, o film maraqlı gəlir. Yəni, aktyorlar olmadığına görədir. Problem ondadır. Aktyorları da çox vaxt niyə dəvət eləmirlər? Çünki onlara rahatdır ki,
adi insanları dəvət edib, yəni Maliyyə az versinlər, gedib bəli, çəkər ona görə insanlarla. gedib çəkilsinlər, amma aktyorları bu baxımdan dəvət eləmirlər. Problem ancaq ondadır ki, yəni hər şey var, texnika var, rejissor var, hər bir şey var. Sadəcə rejissorlarımız tərəfindən və yaxud bilmirəm o prodüserlər tərəfindən simicliyi var, yəni aktyorları çağırmırlar, adi insanları çağırır. Yəni aktyorlar o qədər yüksək qonorar istəyirlər ki, onlar Yox, elə də yüksək istəmirlər. Sadəcə bilirsiniz, o bəzən vaxt belə də olur ki, onlar bizim cədvəlimizlə razılaşmırlar. Yəni onlar həmişə deyirlər ki, bəli, mən səhər çəkirəmsə burada olmalısan. Amma onlar başa düşmürlər ki, bizim tamaşamız var, tamaşaya bilet alınıb, biz o insanlara deyə bilmərik ki, bugün mənim çəkilişim var, tamaşa olmayacaq. Yəni onlar bizim kaprizlərimizlə oynamır, biz də onların kaprizlərindən olur belə şey. Çox gözəl. Ümumiyyətlə tam fikrinizi anladım və Turala bir sual vermək istəyirəm ki, Tural, bilirik ki, mahnı yazırsan, gözəl sözlər. Azərbaycanda biz elə kino sayəsində də danışdıq. Ümumiyyətlə sizə belə bir təklif gəlib, hər hansı bir kino üçün mahnı yazasınız. Soundtrack sırf o kinoya məxsus olsun və yaxud belə bir təklif gəlsə necə dəyərləndirərsiniz? Gəlib inşallah yaxınlarda fikrim var. Danış, qəşəng danış, möhkəm danış. Yaxınlarda inşallah yazmaq fikrim var, yəni deyiblər açıq. İnşallah yaxınlarda bir film çəkilir, inşallah onun mahnısını özüm yazacağım. Allahın izni ilə. Çox gözəl. Bu yerdə dəyərli tamaşaçılar, bizim bir müğənni qonağımız da var. Onun ifasını dinləyəcək. Faiq Süleymanov buradadır. Alqışlar. Çox sağ olun. Mənə də söz verdiyiniz üçün təşəkkür edirəm sizlərə və digər musiqisi dostlarımızı da salamlayıram. Amma bayaqdan fikir verdim, şad musiqilər səsləndirdiniz, amma istərdik bir həzin lirik səsləndirim. Sizlər də qulaq asarsınız inşallah, yəqin ki bəyənərsiniz. Mahnımız gəlsin. qalanda qorxuram mən, amandı tək qoyma məni. Səndən özgə bir kimsəm yox, amandı tək qoyma məni. Tək qalanda qorxuram mən, amandı tək qoyma məni. Səndən özgə bir kimsəm yox, amandı tək qoyma məni. Göylərə baxıram, səsi çox, yerlərə baxıram, izi çox. Göylərə baxıram, səsi çox, yerlərə baxıram, izi çox. Bu dünyanın iblisi çox, aman tək qoyma məni. Bu dünyanın iblisi çox, aman tək qoyma məni. Zülmündən qopar məni, namərd gəlib tapar məni. Hərə getsən apar məni, amandı tək qoyma məni. Zülmündən qopar məni, namərd gəlib tapar məni. Hərə getsən apar məni,
amandı tək qoyma məni. Göylərə baxıram, səsi çox, yerlərə baxıram, izi çox. Göylərə baxıram, səsi çox, yerlərə baxıram, izi çox. Bu dünyanın iblisi çox, aman tək qoyma məni. Bu dünyanın iblisi çox, aman tək qoyma məni. Aman tək qoyma məni. Ay, aman tək qoyma məni. Alqışlar. Təşəkkür edirik. Fidan, belə bir sual vermək istəyirəm sənə. Suallar bitmir, Dana. Yox, bitmir. Yaxın gələcəkdə, yaxın müddətdə hansısa bir məşhur müğənni ilə, sənətçi ilə duet fikirləşirsən? Düzünü desəm var, amma sadəcə olaraq mənə həqiqətən qabaqdan düşmədiyinə görə mən bunu açıqlamayacağam. Ay Fidan, az öncə qeyd elədin ki, Tural'la gözəl bir duetin gələcək. Tural'la Niyə bunu var. gizlədirsən? Tural müğənnidən çox bəstəkardır. Hamı da onu bəstəkar kimi bizim çox tanınmış müğənnilərimiz də Tural ifasında çox mahnılar oxuyur. Bugünkü gündə gündəmdə olan mahnılar. Öz ifasında, öz səsi də gözəldir. Öz səsi də burada gözəldir əlbəttə ki. Tural'la açıqladım, ona görə ki, mən Tural bəstəkar kimi çox görürəm. Heç özü də bu sözü götürmür ki, mən müğənni olaraq. Amma təbii ki, öz həmkarlarımdan biri də var. Sadəcə olaraq mən onu açıqlamaq istəmirəm. O qalsın. Sir qalsın, qoy Fidan hansı ki, eksproverəsində gözəl bir... Amma çox sevimlidir və çox sevirsiniz və çox mahnıları da vaxtı ikən, yəni indiyənə qədər də sevilir. Nə gözəl. Uğurlar arzulayırıq, sənə yaradıcı uğurları arzulayırıq. Gözəl bugün, gözəl bir ifa gələcək Aydandan. Aydan sevdiyimiz gözəl bir mahnıda More More mahnısı olacaq. Mən düşünürəm ki, bizlər üçün də, tamaşaçılar üçün də çox xoş olacaq. Buyur Aydan. Сердце как друга море встречает, сердце как песня летит из груди. О, море, море, преданным скалам ты ненадолго подаришь прибой. В поисках ласки сквозь синюю вечность летят до земли. Море навстречу им, детские сказки на синих ладонях несет корабли.
Eşq olsun deyirik. Çox gözəl ifa, çox gözəl istedad. Mən deyərdim ki, doğrudan da mükəmməlsiniz. Təşəkkür edirik. Mən də öz adımdan təşəkkür edirəm hər 4 qonağımıza, dəyərli vaxtınızı ayırıb bizimlə bərabər keçirdiniz. Tamaşaçılarımızla xoş söhbət olduq sizinlə və sonda yenə də sizlərə Hər kəs işləyək. söz sizdədir, bəli, sağ ollaşaq. Aydan, səndən başlayaq. Bir daha təşəkkür edirəm dəvət elədiyiniz üçün və bir daha müəllimə böyük təşəkkürlərimi bildirmək istəyirəm ki, bu qədər uğurlarım onun sayəsindədir. Qasım Əliyevə təşəkkürlərimi bildirirəm. Əziyyəti üstümdə böyükdür. Biz də təşəkkür edirik ki, belə gözəl, istedadlı bir müğənni yetişdirirlər. Çox sağ olun. Mən də sizin verilişinizi bir daha təbrik edirəm. Sizə uğurlar. Əlbəttə ki, operatora da burada böyük zəhmət çəkib, ona da təşəkkürümü bildirirəm. Unutmursunuz onu da. Unutmaq mümkün deyil. Fəriddən mən sizi çoxdan da tanısam, həqiqətən nə cür bax belə sadə, səmimi qalmısınızsa, elə də qalın. Çünki insanlar bu dəqiqə çox dəyişkən. Uğurlar sizin verilişəm. Mən də təşəkkür edirəm və qoy verilişiniz düşərli olsun və bizə də düşərli olsun. Biz də tanınaq, biz də məşhurlaşaq, yəni arzularımıza çataq. Çünki sənət adamlarının ən böyük arzusu odur ki, məşhur olsunlar. Yəni kim yalandan ola bilsin deyirlər ki, mən məşhurluq üçün gəlməmişəm. Yox, şəxsən mən özüm bu sənətə məşhurluq üçün gəlmişəm. Ona görə düşərli olsun, Fidana da, mənə də, hamımıza düşərli olsun və uğurlarımız bol olsun. Çox sağ olun İlham müəllim. Onsuz da ki, xalq sizi dəyərləndirib Azərbaycan Respublikasının əməkdar artistidir İlham müəllim. İnşallah ki, sima olaraq da daha çox tanınacaqsınız. Mən də çox sağ olun deyirəm. Allah razı olsun. İnşallah xeyirli uğurlu olsun verilişiniz. Hələ təzə başlamışsınız. İnşallah. Bəli, bir neçə verilişdir. Bu verilişimizə yeni başlamışıq, amma televiziya sayəsində artıq 10 ildən çox. Ardı gəlsin inşallah. Çox Mən 6 il əziyyət çəkirəm bu 2 ayın içində. Bəhrələrini götürürsünüz, bəli. İnşallah sizə də Allah yaradıcı sizin də xeyriniz versin inşallah. Yaxşı olar. Hər birinizə ayrı-ayrılıqda yaradıcı uğurlar arzulayırıq. Uğurlarınız bol olsun deyirik. Və bu yerdə verilişimizi yekunlaşdırırıq. Sonda mənim yaxın dostum, əzizim Fidan, buyur. İtirmişəm günlərin sayını yox xəbəri ötüb keçən illərim gətirdi dərdi qəmim. İtirmişəm günlərin sayını yox xəbəri ötüb keçən illərim gətirdi dərdi qəmim. Kaş ki çəkdiyim zülümlərin çəkəsən hər birini, qəlb sındırdığın cümlələrin günahı səndə indi. Kaş ki çəkdiyim zülümlərin çəkəsən hər birini, qəlb sındırdığın cümlələrin günahı səndə indi. Görürəm sevənləri, əl-ələ gəzənləri, həmişə tək gəzirəm qaranlıq küçələri. Görürəm sevənləri, əl-ələ gəzənləri, həmişə tək gəzirəm qaranlıq küçələri. Kaş ki çəkdiyim zülümlər
çəkəsən hər birini. Qəlb sındırdığın cümlələrin günahı səndə indi. Kaş ki çəkdiyim zülümlərin çəkəsən hər birini. Qəlb sındırdığın cümlələrin günahı səndə indi. Kaş ki çektiğim zulümlerin çekesen her birini. Kalp sındırdığın cümlelerin günahı sende indi. Kaş ki çəkdiyim zülümlərin çəkəsən hər birini. Qəlb sındırdığın